Salam, hər vaxtınız xeyir. Mən sizə bugün ingilis dilinin ilk qaydası olan, yəni başlayanda ilk şagirdlərlə bundan başlayırıq. İsim qaydasından başlayıram. İngilis dilində isim adlanır the noun. Azərbaycan dilindəki isimlə ingilis dilindəki ismin qaydası demək olar ki, eynidir. Yəni Azərbaycan dilində əşyanın adını bildirən nitq hissəsidir. Eyni ingilis dilində də həmin qaydadır və kim və nə suallarına cavab verən nitq hissəsinə isim deyilir. Birinci başlayaq ismin morfoloji quruluşundan. Morfoloji quruluşuna görə 3 yerə bölünür isimlər. Simple, sadə, simple nouns. Simple nouns yalnız bir kökdən ibarət olan isimlərə deyilir. Məsələn, a boy, a town və s. İkinci gəlir düzəltmə isimlər, derivative nouns. Düzəltmə isimlər kök və şəkilçidən ibarət olan isimlərə deyilir. İngilis dilində düzəltmə isimlər 2 yolla düzəlir. Birinci prefikslər, ikinci suffikslər. Prefikslər söz önü şəkilçilərdir, yəni sözün önünə artırılan şəkilçilərdir. Suffikslər isə sözün sonuna artırılan şəkilçilərdir. Dərs zamanı mən şagirdlərdən sadəcə testdə sizə sadə düzəltmə mürəkkəb istəyərkən şəkilçiləri əzbər bilməyiniz kifayətdir. Şəkilçilər də kitablarda, istənilən kitabda cədvəl şəklində verilib. Siz o şəkilçiləri əzbər bilməlisiniz ki, siz testdə ismin sadəmi, düzəltməmi, mürəkkəbmi olduğunu tapa biləsiniz. Yəni burada sizin sözün tərcüməsini bilməyiniz şərt deyil. Şəkilçiləri bilsəz, həmin yolla siz düzəltmə, sadə və mürəkkəb isimləri ayırd edəcəksiniz. Məsələn, work, worker və yaxud da ki, söz önü şəkilində agree, birinci söz sonunu deyək, agreement, bunun önünə dis artıranda da disagreement, narazılıq, prefiks də artırmış oldum, suffiks də artırmış oldum sözün hər iki hissəsinə. Mürəkkəb isimlər, compound nouns. Mürəkkəb isimlər, eyni Azərbaycan dilinin qaydasındakı kimi, 2 kökdən ibarət olan sözlərə deyirik. Məsələn, butterfly, 2 və daha artıq kökdən ibarət olan isimlərə deyirik. Bu isimlər yazılışı, yəni bir neçə yolla düzələ bilir mürəkkəb isimlər. Yazılışında da, quruluşunda da fərqlilik var. Məsələn, bitişik yazılanlar olur, ayrı yazılanlar, defislə yazılanlar. Deməli, məsələn, bitişik yazılana nümunə verir, butterfly yazdıq. Defislə yazılanlar və ayrı yazılanlara nümunə verir. Məsələn, mother-in-law. Məsələn, ya da ki, schoolboy. Düzəltmə isimlərdə şəkilçiləri öyrənərkən diqqət eləməyiniz lazım olduğu bir neçə nüans var. Bunu mürəkkəb sözlərin içində demək istədim. Çünki ship həm ingilis dilində həm şəkilçidir, həm də ki, sözdür, gəmi deməkdir həm də. Yəni, biz bu sözləri, bu ship sözünü sözün sonunda görəndə biz ayırd eləmək üçün ki, bu düzəltmədir, yoxsa mürəkkəbdir, nəyi bilməliyik? Onların, həmin ship sözünün birləşdiyi bir neçə söz var ki, onlardan başqa ship'i harada görsəz, bilin ki, o düzəltmədir. Warship, steamship, battleship, desert ship və spaceship. Bu sözləri gördünüzsə, bilin ki, buradakı ship, bu sözlər mürəkkəb sözlərdir. Amma məsələn, friendship sözündə dost gəmisi deyə bilməyəcəyimizə görə, burada dostluqdur. Şəkilçi formasında onun tərcüməsi look, bizim dildəki look şəkilçisidir, yəni dostluq. Sonra, digər bir şəkilçi homonim funksiyasında, yəni homonim kimi işlənir, ing,
ING həm isim düzəldən şəkilçidir. Məsələn, build tikməkdir. Amma building bina feildən isim düzəltdi. Həm də ING-nin zaman düzəldən şəkilçi kimi də. Yəni participle one-ı düzəltmək kimi bir xüsusiyyəti var. Yəni onu seçmək daha rahatdır. Yəni cümlədə to be-nin formalarından hər hansı birini görübsə və ING görsək, bilirik ki, bu artıq şəkilçi isim düzəldən şəkilçi deyil. Və bir də sifət düzəldən şəkilçi formasında var. Interesting, boring. Bunları da bilməyimizin yolu nədir? Biz artıq orada tərcümədən kömək alacaq. Sonra, why şəkilçisi həm isim düzəldən şəkilçidir, həm də sifət düzəldən şəkilçidir. Əgər bu ismə artırılıbsa, bu sifət düzəldən şəkilçidir, reyni. Əgər əksinədirsə, onda isimdir. Məsələn, difficult, çətin, yəni sifəti artırılıbsa, difficulty, çətinlik. Deməli, ismi artırılırsa why şəkilçisi bu sifətdir deməli, sifəti artırılıbsa və ya da digər nitq hissəsinə artırılıbsa, bu o deməkdir ki, bu isim düzəldən şəkilçidir. Gəldik, isim düzəldən şəkilçilərdən biri də momentdir. Moment hər sözə artırılanda o söz mürəkkəb sayılmır. Məsələn, monument, moment, instrument, cement, element, document, parliament. Bu sözlərdəki moment şəkilçi deyil. Bu sözlərin hamısı sadə sözlərdir. Amma bayaqki nümunə kimi verdiyim agreement sözündəki moment, agree razılaşmaq moment şəkilçidir. Amma burada sözün köküdür. Yəni, heç bir halda biz bunları düzəltmə söz hesab edə bilmərik. İsimlərin morfoloji quruluşu bu qədər.